Sualda bizə deyir ki, AY-nin YD-yə nisbəti bərabərdir 4-ün 3-ə olan nisbətinə. Aha. Biz nə deyirdik bu tip suallarda? Deyirdik ki, AY 4K, YD isə 3K'dır. Elədirmi? Bəli. Aha, baxaq. AY bu Y nöqtəsidir. Unutmuşam qeyd eləməyi. Aha, demək bura 4K'dır. Bura isə 3K'dır. Sonra bax bu BY B-nin tən bölənidir. Yəni bura alfa dərəcədirsə, bura da alfa dərəcədir. Sonra bayaqki misalımızda da dediyim kimi bu bucaqla bu bucaq daxili çarpazdılar deyə, daxili çarpaz bucaqlar da bir-birinə bərabərdir deyə, burada olur alfa dərəcə. Və burada bir dənə bərabər yanlı 3 bucaq əmələ gəlmiş olur. Bax belə bir 3 bucaq. Və bu 3 bucağın yan tərəfləri bura 4K'dır deyə, burada olur 4K. Və paralelogramın demək eni olur 4K, uzunluğu isə 4K, 3K, 7K. Uzunluğu da oldu 7K. Sonra bizə perimetri haqqında bir şey deyirmi? Yox. Bizə sadəcə AB-nin BC-yə olan nisbətini soruşur. AB-nin BC-yə olan nisbəti. Yəni 4K'nın 7K'ya olan nisbəti, bu isə bizə 4'ün 7'ye olan nisbətini verir. Və salam. Aydındır mı? Tamam.